Millət, hər vaxtınız xeyir olsun. Bax, indidən deyirəm, sonra deməyin. Bu videonu qadınlar və ya azyaşlı uşaqlar izləməsinlər. Bu videoda söyüş yoxdur. Amma reallıq var, fakt var ki, onları qadınların və azyaşlı uşaqların görməsi məsləhət deyil. Belə ki, Adil Əliyevin oğlanı Toğrul Allahverdiyev Azərbaycan və Türkiyə bayrağı altında qoqli vurur. Özü də təkcə deyil, yanında başına yığdığı gənclərlə. Demək, bunlar gənclərin təşəbbüsünə və inkişafına dəstək birliyi yaradıblar. Maliyyə də kimdən gəlsə yaxşıdır? Hikmət Hacıyevdən və 16, 17, 15, 18, 19 yaşında gəncləri öz kabinetlərinə çağıraraq bu Toğrul onları videoya çəkir. Bax, videonun burasına diqqət edin. Gördünüz, videoda zəng gələn kimi bölümdəşinə deyir ki, videonu saxla. Gənclərin yanında qoquli vurur, onların üstünə qutarır. Bəzən onların ağzına verir, bəzən onların dalını dağıdır. Bu formada videolarını çəkir, sonradan onları cinsi istismara məruz qoyur. Pulsuz şəkildə məcburi əməyə sövq edir. Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti onların başında oturan şərəfsizlər, oğraşlar, miqriyyətlərə səslənirəm. Nətər olur ki, mən Azərbaycan xalqının xeyrinə çağırış edəndə, Azərbaycanın xalqının haqlarını müdafiə edəndə mənə cinayət işi aça bilirsiniz, beynəlxalq axtarışa verə bilirsiniz. Amma sizin öz yanınızda, öz içinizdə belə mındar hərəkətlərlə məşğul olanları haqqında heç bir cinayət işi açmırsınız, heç bir araşdırma aparmırsınız. Hə, Kamran Əliyev, ay oğraşa miqriyyət. İndi aşkla da Hikmət Hacıyevin maliyyəsi ilə gəncləri cinsi istismara məruz qoyan Toğrul Allahverdiyev haqqında bir cinayət işi açsın. Bu videolar qurma deyil ki, hələ indiyə qədərinə süni intellekt Azərbaycan və Türkiyə bayrağı altında qoqli vuran bir adamın videosunu yarada bilməyib və ya yarada bilməz. Baxın da, süni intellektdən istifadə edən insanlar varsa, girsinlər, yazsınlar ki, bizə bir nəfər bir video düzəlt ki, o Azərbaycan və Türkiyə bayrağı altında iki dövlət, bir millət deyib qoqli vursun. Belə bir şey var, yoxdur. Hə, bununla yekunlaşmır ha. Toğrul Allahverdiyevin ən yaxın, belə deyək də, sevgilisi, onun ən yaxın candaşı, silahdaşı Adil Əliyevdir. Adil Əliyevin ətrafında da ancaq öz kimlər yığır. Məsəl üçün, bu Mahir, baxın. Bir kişi niyə qucağına bilənsin, yəni belə boynuna girsin, belə qucaqlasın, belə əmişmə formasına gəlsin ki. Hə? Adil Əliyevə çatanda Adil Əliyev ancaq namusdan, qeyrətdən, kişilikdən, oğlanlıqdan danışır. Halbuki Adil Əliyevin özünün arvadını zamanında özünə dost dediyi Güloğlan qayırırdı. Bunu mən demirəm, Adil Əliyevin bütün bölümdə oturanlar deyirlər. Hə, Adil Əliyev. Adil Əliyev həmən o uğraşdı ki, Türkiyəyə adam göndərib, 9 qat nə bilim dünya çempionunu sui-qəsdə məruz qoyub. Adil Əliyev həmən o uğraşdı ki, mənim ailə üzvlərimin pasportunu Daxili İşlər Nazirliyindən çıxardıb mənə göndərmişdi. Bax, hazırda Fransa istintaqı bu günlərim onunla bağlı araşdırma aparır. Onunla bağlı cinayətkarlar həbs edilib. Və Adil Əliyevin öz yerliləridir. Adil Əliyevin oğlunun killer dostlarıdır ki, bu günlərim həbs ediliblər Əlinin. Elə bilirsən ki, Adil Əliyev və onun ətrafında oturanlar və harınlamış Naxçıvan klanı sizə çatmayacaq. Hə? Bu açılan cinayət işləri. İlham Əliyev səndə namus varsa, İlham Əliyev səndə qeyrət varsa, sənin papağı yerə soxanlara cavab verginən. İlham Əliyev bilginən ki, Mehriban Əliyeva elə Adil kimlərə görə söylür da. Elə Mehriban Əliyevanı Adil kimlər söylür. Adil Əliyev öz şəxsi məqsədlərindən ötəri adam göndərtdirib vurduranda, təbii ki, tək deyil, o Anar Əlizadəsi var, digəri var. Sokar terror təşkilatı var. Onlar öz məqsədləri üçün adam göndərtdirib xaricdə bloger qətl etirmək istəyəndə bütün hər bir şey, bütün bu cındırıqlar İlham Əliyev sənin ayağına yazılır, sənin arvadının ayağına yazılır və sən buna icazə verirsən. İlham Əliyev, yaxşı, blogeri keçdik. Deyəlim ki, mən sənin haqqında dəfələrlə belə xoşagəlməz sözlər demişəm. Bu 9 qat dünya çempionu nə günahı var idi İlham Əliyev? Sən onu da verərsin Adil Əliyevə qurban. Hə, İlham Əliyev. Nə zamana qədər susacaqsan? Nə zamana qədər arvadının söyləməsinə razı olacaqsan bu əclaflara görə? İlham Əliyev cəzalandır. Mən də sənə çıxım bu efirdən deyim ki, cənab prezident, şəxsən mən razıyam. Sən belə şərəfsizləri, Azərbaycan adına xələl gətirənləri cəzalandır. Mən sənə bu Azərbaycan xalqının qarşısında söz verirəm. Çıxıb deyəcəm ki, sənə cənab prezident, sən kişi kimi iş gördün. Sən cındırları, sən Azərbaycan xalqının adına xələl gətirənləri cəzalandırdın. Amma yox, sən sakit duracaqsansa, sən ətrafına Adil kimləri, Məhərrəm Əliyev kimləri
və bu Toğrul Allahverdiyev kimləri Azərbaycan və Türkiyə bayrağı altında qoqli vuranları yığacaqsansa, mənim daha sənə sözüm yoxdur.